Müqəddimə. Yadımdadır, illər öncə sürücülüyümü təkmilləşdirmək üçün atam məni kimsəsiz bir yolda sükan arxasına əyləşdirdi. Yol dümdüz idi və bizim maşından başqa ətrafda demək olar ki, heç bir avtomobil görünmürdü. Şəhər kənarı olduğu üçün nə bir çıraq var idi, nə də bir işıq ucu. Sanki hər yer zülmətə bürünmüşdü. Üstəlik yol nisbətən dar və yerdən hündür idi. Elə bir hündürlük ki, əgər maşın yoldan çıxsaydı, böyük ehtimalla aşacaqdı. Qısası axşam çağı sürətlə gedirdim. Birdən uzaq və yaxın işıqları tənzimləmək əvəzinə dəstəyi səhv tərəfə çevirdim və bir anda maşının bütün işıqları söndü. Hər yer elə bir qaranlığa qərq oldu ki, göz görmürdü. Atam cəld tərpənib dəstəyə çevirənə qədər zülmətə qərq oldu. İşıqsız getdiyimiz o bir neçə metrdə sükan azca dönsəydi, yolun qarşısına sadə bir döngə və ya bir kələ-kötür çıxsaydı, dəhşətli bir faciənin şahidi olar, canımızdan keçərdik. Lakin Allah rəhm etdi və təhlükəni sovuşdurdu. Bu xatirədən illər keçir. Amma indi o günləri düşünəndə qaranlıqda mənzil başına gedən yolu aydınladan o işığın önəmini daha yaxşı dərk edirəm. Elə bir işıq ki, o olmasa aşmaq, qəzaya uğramaq və nəticədə hədəfə çatmamaq qaçılmazdır. İndi gəlin bu sürücülük misalını dünya həyatımıza tətbiq edək. Hamımızın həyatı əslində doğulanda qədəm qoyduğumuz və hər nəfəsimizlə addımladığımız bir yola bənzəyir. Bu elə bir yoldur ki, eniş yoxuşu, bəzən isə təhlükələri avtomobillərin hərəkət etdiyi yollardan qat-qat çoxdur. Əgər yolun kələ-kötürünü, döngələrini bizə göstərən bir işıq olmasa, azğınlığa yuvarlanar, bizi hidayətə deyil, zəlalətə aparan yollara qədəm qoyarıq. Əlbəttə, həyat yolunun çıraqları bir-iki dənə deyil. Bəzən atalıq nəsihəti, bəzən dost köməyi, bəzən də ustad tövsiyəsi həyat yolunu daha rahat addımlamaq üçün bir işığa çevrilir. Sadəcə hər çırağın nuru öz əhəmiyyətinə görə fərqlənir. Diqqətlə baxdıqda isə görürük ki, onların hamısı öz nurunu vahid və kamil bir mənbədən, Qur'andan alır. Qur'an elə bir səmavi kitabdır ki, əgər kimsə əlini Rəsulullahın bu möcüzəsinə uzatsa, nəinki dünyanın tələlərinə əsir olmaz. Əksinə, maniyələri bir-bir aşaraq mənzil başına, əsl məqsədinə çatar, inşallah. Bu iddiamızın şahidi isə tarixdir. Qur'anın hidayət nurundan uzaq düşən, insanların azğınlığını rəvayət edən və onların yanlış yola sapdıqlarını hayqıran tarix. O tarix ki, hər zaman Qur'anla həmdəm olan, bu nurlu və hidayət verici kitaba sığınaraq, sonda səadətə qovuşan insanların aqibətini yaxşılıqla yad edib. Ağıl sahibləri bu tarixi ibrət aynası adlandırır və həyat yolunu düzgün addımlamaq üçün oradakı insanların təcrübələrindən dərs çıxarırlar. Əslində, doğrusu da budur. Hər bir aqil insan bilir ki, Qur'anın hidayət çırağı ilə cənnət yolunu tapıb, o yolu addımlayanların izi ilə getməli, onlardan örnək alaraq xoşbəxtliyə qovuşmalıdır. Uğurlu insanlardan örnək almaq o qədər önəmlidir ki, Allah Taala Qur'anda hətta məsum olmayan şəxsləri belə nümunə götürməyi tövsiyə edərək buyurur. İbrahim və onunla birlikdə olanlarda sizin üçün gözəl bir örnək vardır. Şübhəsiz ki, Həzrəti İbrahim əleyhissalamın yanındakılar məsum deyildilər. Lakin Uca Allah buyurur ki, Həzrəti İbrahimə iman gətirən, o insanların həyatı da sizin üçün gözəl bir örnək və nümunədir. Bu o deməkdir ki, həyat tərzləri ilə ən uca məqama, hətta şəfaət məqamına ucalan şəhidlər kimi gözəl insanlardan da örnək almaq olar. Bəli, əziz dostum, bu müqəddimə ilə onu demək istəyirəm ki, biz bu kitabda 30 şəhidin ömür yoluna nəzər salacaq və onlardan örnək alacağıq. O şəhidlər ki, Qur'anın nurlu ayələri onlara həyatın doğru yolunu göstərdi və onları cənnətə qovuşdurdu. Elə isə bu nurlu yolda şəhidlərlə həmkar olmaq niyyəti ilə bu kitabı oxumaqla bizə qoşulun. Seyyid Məhəmməd Əli Musavizadə